53-də deyir ki, bu rahat sualdır Nurlan. Glauber duzu bayaq sual cavabda işlətdik. Glauber duzunun tərkibi necə idi? Natrium 2SO4 vurulsun 10 mol su. Deməli uşaqlar 53 nömrəli sualda X bizdə hansı elementdir? X natriumdur. Çünki Glauber duzu natrium 2SO4 vur 10 mol sudur. X natriumdur. İndi X-in də qatı natriumda aktiv metaldır. Aktiv metallar qatı sulfatla reaksiya ediləndə nə verirdi? Duz, H2S, bir də su. Deməli orada Y maddəsini istəyir bizdən, bu da H2S. Eyni suala baxırıq, 54 də oxşardır. Burada təbii cips verib. Uşaqlar dedik, təbii cips də X nədir? Bayaq dedik, təbii cips də dedik nədir? Təbii cips də dedik ki, kalsiyumdur. Kalsiyum da aktiv metaldır. Aktiv metal qatı sulfatla girəndə nə verəcək? H2S verəcək. Yenə də orada doğru cavab olacaq deyil. Əgər uşaqlar mis kuparosu desəydi, onda mis olardı. Mis girsəydi qatı sulfatla nə verərdi? Kim deyər? Mis girsəydi qatı SO2. SO2 verərdi. Əhsən.